Salam, hər vaxtın xeyirli olsun. Necəsən? Özünü necə hiss edirsən? Bugün spontan olaraq içimdən gəldi bu mövzunu danışmaq istəyirəm. Mənə gələn çoxlu sual növlərindən biri də budur. Bu mövzu ilə bağlıdır. Güvənim qırıldı. Güvən məsələsi, güvən problemi, yenidən kimsə güvənə bilmirəm. Kimi mövzular. Ümid edirəm ki, tam içimdəki kimi sizə onu ötürə bilərəm. Çünki bu mövzu elə bir mövzudur ki, bir dəfə bununla bağlı bu videoda tam ürəyim istəyən kimi izah edə bilsəm və ötürə bilsəm onu sizə, inanıram ki, o problemi aşa bilərik bir yerdə. Başlayaq. Baxın, özgüvən olsun, başqasına duyduğumuz güvən olsun. Güvən bizim içimizdən çıxan bir şeydir. Münasibətdə qarşı tərəf vasitəsilə bizə ötürülən bir şey deyil. Münasibətlər güvən olmasa olmur. Bu, əslində güvən deyilən bir şey, bilirsiniz necədir? Özümüzü tamamilə qarşı tərəfə buraxmaq məcburiyyəti, davamlı olaraq tabi olmaq məcburiyyəti imiş kimi gəlir bizə ki, yəni biz nə mənada bu insan ya ağ olacaq, ya qara olacaq. Yəni, güvənmək bizdə elə bir məcburiyyət və illüziya yaradır ki, sanki münasibətlər sadəcə bizim vasitəmizlə güvən sferasına çıxır. Toparlayacağım indi fikrimi. Yəni, diqqət eləsəniz, əslində, bu videoya baxan sən, bəlkə zərbə almış ola bilərsən artıq və yaxud ümumiyyətlə hələ ki, münasibətlərdə elə də bir ciddi problem yaşamamısan, amma indi güvən məsələsi sənə maraqlı gəlmiş də ola bilər. Bir şey deyəcəm. Əslində, ya sən ol, ya qarşındakı insan olsun. Əvvəl-axır münasibətlərdə hər kəs öz qabındakını ortaya qoyur. Ona görə hər zaman deyirəm ki, bütün hisslər, güvən hissi, sevgi hissi, mərhəmət hissi, qəzəb hissi, güvənsizliyin özü belə, hamısı tərəflərin birbaşa olaraq özündən çıxaraq münasibətdə özünü göstərən bir şeydir. Qarşı tərəf vasitəsilə formalaşa bilən bir şey deyil. Bir hərəkət etdi deyə səndə dərhal güvənsizlik yaranmır, münasibət o dəqiqə çartlamağa başlamır. O bir ifadə var, yəni zədə görməyə başlamır. Əslində, bunun kilit bir neçə nöqtəsi var. Birincisi, real baxmaq. Yəni, biz çox zaman güvən sarıdan inciklik yaşayırıq. Çünki qarşı tərəfi beynimizdə yaradaraq ona yanaşırıq. Beynimizdəki formasını yaradaraq ona yanaşırıq. Bu bir. Bu ona səbəb olur ki, qarşındakı insanın həqiqətən nəyi ilə niyyətlə etdiyini, həqiqətən necə biri olduğunu və sənə necə davrandığını, nə dediyini, necə davrandığını ki, bunların arasındakı balans və əlaqə çox önəmlidir. Buna diqqət etmək lazımdır. Bunları görmürük, görə bilmirik. Çünki özümüz üçün zaten qarşımızdakı insanın bir versiyasını yaratdığımıza görə güvənimiz onun əsasında formalaşır. Reallıq əsasında formalaşmır. Amma ondan da önəmli bir şey var. Güvən və yaxud da güvənsizlik birbaşa olaraq sənin özünə görə yaranan bir şeydir. Bu da biraz dərinə getsək, əslində hər kəs vaxtıyla güvəni, güvənsizliyi, kim də hansı daha çoxdursa, onu yolun başındaykən öyrənir. Davamlı təkrarlar vasitəsilə, ailəsi vasitəsilə, böyüdüyü mühit və yaxud da insanlar hər kim olubsa, o vasitə ilə öyrənir və dünyaya o pəncərədən baxır. Ona görə deyirəm ki, hər hissin başlanğıcı bizdən çıxır. Münasibətlərdə qarşı tərəf vasitəsilə heç vaxtı biz acı çəkmirik əslində. Heç vaxtı güvənsizlik yaşamırıq, heç vaxtı xəyanət hissini yaşamırıq, heç vaxtı incinmirik, sevilməmə hissini yaşamırıq. Onların hamısı əslində ən başından bəri bizim içimizdə var idi. Ona görə biz onu yaşayırıq. Yəni, vaxtıyla o qədər möhkəm formada bizə bu növlərdən biri öyrədilib ki, bu hisslərdən biri öyrədilib ki, bizim artıq eynəyimiz olublar və bizim gözümüz, öz gözümüzlə dünya arasında o eynək dayandığı üçün biz dünyanı birbaşa olaraq elə o formada görürük. Niyə deyirəm güvən bizim içimizdən bəs yaranır? Niyə deyirəm yaxud da güvənsizlik? Əgər bununla bağlı bir problem yaşayırsansa, əminliklə sənə deyirəm ki,
sən əslində bir dənə bu formada münasibətə baxsan, mənim içimdə vəziyyət necədirsə, o hər zaman sabit qalır. Mən güvəndim, güvənmədim, fərq etmir. Qarşımdakı insan bundan əlaqəsi olmadan hər zaman və hər daim ən sonda özünü ortaya qoyacaq. Bunu anlasan, sənə heç kim incidə bilməz. Bunun sənə zəmanətini belə verə bilərəm. Heç kəs səni incidə bilməz. Anlayanda ki, o ifadələr var, məsəl üçün zərbə alan insan ifadələr olur. Çünki canı yanır və ona görə bunları işlədir. Bundan sonra sevməyəcəm. Bundan sonra mən də belə olacağam. Yəni belə deyəndə onu incidən insan tipi necədirsə o yöndə deyir də. Yəni mən də belə olacağam. Bundan sonra güvənməyəcəm. Canım yanır güvənəndə. İnsanlar mənim niyyətimi sui-istifadə edirlər. İnsanların sənə necə davranması sənin daxili əsl mənini müəyyənləşdirirsə, hər gediş-gəlişdə bu dəyişirsə, sən əslində istədiyin münasibəti buna görə yaşaya bilmirsən. Çünki sən həqiqətən güvənmək istəyən bir insansansa, həqiqətən də bunu düzəltmək istəyirsənsə və həqiqətən də güvənsiz böyüdüyün mühitə rəğmən, sənə davamlı olaraq hər bir hissin ən pis versiyası öyrədilməsinə rəğmən, içində gözəl formada o hissləri yaşamaq istəyi varsa, bacara bilərsən. Çünki bütün hisslərin yuvası sənsən. Bütün hisslərin başlanğıcı sənsən. Sən necə hiss eləmək istəyirsənsə, elə hiss eləyə bilərsən. Qarşımdakı ən pis dost zərbəsi mənə vursa, ən pis xəyanətkar olsa deyək ki, xəyanətin böyüyünü elədi. Əvvəl-axır bunu hiss eləyəcəm. Mənzər, sənin içindəki güvənməyi o heç vaxt sarsıda bilməz. Güvən hissini sarsıda bilməz. Çünki o öz məhsulunu ortaya qoydu. Çünki o öz mənliyini ortaya qoydu. Bu məndən nəyə görə bir şey əsketməlidir ki? İncidici olur, ayılmaq asan olmur. Amma yekunda öz mənimdəki hisslərimi yaşamaq qərarına gəldiyim andan bəri mən həqiqətən müvəqqəti insanlar incidə bilir. Demirəm, mən də insanam, robot deyiləm və yaxud da sahəm mənə o demək deyil ki, o avantajı verir ki, mən hisslərimi dəhşət professional idarə edirəm. Xeyr, çöküş yaşayıram, incinirəm, küsürəm, barışıram, hər şey olur. Amma daimi həyatıma bu mənim zədə verən hala gəlmir. Bunu düzəltmək lazımdır. İnsanlar çox zaman, seanslarımda da görürəm bunu, insanlar qarşı tərəfdə hər zaman belə bir ifadə olur. Elə bir şey eləyək ki, elə bir şey olsun ki, mən bir dəfəlik bunu həll edeyim. Və yaxud da unutmaq istəyirəm ifadəsi çox zaman olur. Unutmaq istəyirəm. Nə bilim, güvənə bilmirəm, güvənmək istəyirəm. Əslində hər bir o deyilən şeylər var, unutmaq istəməyən özü belə. Əslində insanlar unutmağı belə istəmir. Sadəcə olaraq onun acısının azalmasını istəyirlər. Yəni təsir edilməsinə mane olmağa çalışırıq. Həyat bizi əslində incitmir. Və yaxud da həyat bizi necə deyim, həyat yəni hər zaman incidə də bilər, incitməyə də bilər. Yəni bu dəyişir, eyni qalmır. Bizim bütün dərdimiz əslində özümüzlə daxili olaraq bütün dərdimiz bilirsiniz nədir? Təsirə çox tez düşürük. Qalxanımız zəifdir, ona görə əziyyət çəkirik. Bütün məsələ budur əslində. Bütün bəlkə də seanslar, bütün psixoloqların yanına gələn insanların o istədiyi əsl şey həyat mübarizəsi və həyat yolu boyunca güclü ola bilməkdir. Güclü olmaq isə heç bir hissdən qarantilənmək demək deyil. Güvənin qırılmasından qarantilənmək demək deyil ya da məsəl üçün. Ya da zədə almaqdan qarantilənmək deyil. Sadəcə olaraq nə yaşayıramsa yaşayım, immunitetim mənim güclü olsun demək istəyirlər. Bütün dərdimiz budur. Tez yıxılmaq istəmirəm demək istəyirlər. Yoxsa unutmaq, hafizə öz işini görür də, bədənin bir beyin, onun hafizə hissəsi öz işini görür. Sən yaşadığın həyatı istərsiniz xatırlayacaqsan müəyyən hissələrini. Çünki onu sən yaşadın. Çünki o sənin həyatının parçasıdır. Onu xatırlamağın çox normaldır. Amma onu xatırlayanda hiss elədiyin hisslər barəsində müəyyən bacarıqlar inkişaf etdirə bilərsən ki, o hisslər artıq sənə əvvəlki qədər incitməsin. Və yaxud da güvənə gələk. Güvən səndən ibarətdir. Heç vaxt əslində o münasibətdə onu qarşı tərəf müəyyənləşdirmir. Xəyanəti ilə, yalanı ilə, səni tərk etməsi ilə heç vaxt əslində sənin güvəninin sferası müəyyənləşməyib.
Gediş-gəlişlərə görə hisslərinizə qərar verməyin. Əgər bu dəyişimləri tez-tez etsəniz, o zaman istədiyiniz o arzuladığınız insan və yaxud da münasibətləri əldə etməkdə çətinlik çəkəcəksiniz dediyim kimi. Çünki o qədər məninizi davamlı dəyişdirmiş olursunuz ki, sizin əsl daxili məninizə layiq bir insan sizi gəlib tapanda, nə vaxtsa gələcəkdə, artıq o an siz o qədər güvəninizi güvənsizliklə əvəzləmək səhvini etmişsiniz ki, qarşı tərəfdən aldığınız vaxtilə zərbələrə görə, keçmiş incikliklərə görə, indi tam olaraq yaşaya biləcəkkən o gözəl münasibət istəyinizi yaşaya bilmirsiniz. Çünki davamlı olaraq özünüzü xarici situasiyalara əsasən dəyişdirmişsiniz. Məsələ budur. Sənin sevgi hissini, sənin güvənini, sənin dünyaya baxışını səndən başqa heç kəs dəyişdirmə gücünə sahib deyil. Bunların hamısı sehirdir. Münasibətdə aldığın zərbə hissi belə var. O zərbə hissi. Onu belə sən istədiyin üçün yaşayırsan. Tamam, dəyər veririk qarşı tərəfə münasibətdə. Bunlar daha çox hissləri gücləndirir. Amma əvvəl-axır sən istədiyin üçün sevgi hissini yaşaya bilirsən. Sən əslində bir yerdə münasibətdə özünü rahat buraxdığın üçün o güvənini qarşı tərəfə bölürsən, ötürürsən. Sən istəyirsən deyə olur hər şey. Sən istəyirsən deyə yaşayırsan bütün hissləri. O zaman o iradəni, o idarə etməni tam olaraq özün üçün artıq istifadə elə. Bu məni incitdi, qəlbimi qırdı deyə, bunu deyərək, qarşı tərəfin səbəb olduğu bir mən yaratma məsələn. O zaman sən öz həyatından oğurlamış olacaqsan. Vaxtı gələndə də potensial yaşayacağın gözəl həyatları dəyişdiyin mənivə görə yaşaya bilməyə bilərsən. Özündən vaz keçmə. Heç vaxt özündən yorulma, bezmə. Dağıtdılarsa, sənin zənnincə dağıtdılarsa səni, yenidən özünü inşa et, yenidən yarat. Çünki bir yerlərdə sənin kimi bir insan üçün dua eləyirlər ki, həyatımda belə bir insan olsun. Sənin hələ önündə dəvət edilməyi gözlədiyin masaların var. Dəvət edilməyi gözlədiyin qonaqlıqların çoxdur. Daha doğrusu dəvət ediləcəyin məkanlar çoxdur. Tanış olacağın insanlar çoxdur. Hələ sənin hekayənin maraqlı hissəsi qabaqdadır. Nə yaşırsansa yaşa həyatının çox gözəl və maraqlıdır o heç. Amma keçmiş əslində və yaxud da nə yaşırsan yaşa, onlar əslində sənə qərar vermirlər. Buna sadəcə sən icazə verirsən. Ona görə nə yaşırsan yaşa, özünü qoru ki, hekayənin digər bölümlərində əsl məninlə, öz hisslərinlə, real hisslərinlə insanlarla real bağ qura biləsən. Hansısa travmalı, hansısa münasibət bacarığı olmayan bir insana görə öz mənini məhv eləsən, həyatın dadını çıxara bilməyəcəksən. Yenə olan yəni sənə olacaq. Videonu sonlandırım. Yenə təkrarlayıram. Güvən əslində sənsən. Güvənsizlik belə sənə uşaqlıqda ondan başqa bir şey öyrədilməyibsə, bu da sənin günahın deyil. Amma bilməyini istəyirəm ki, çox xahiş edirəm bunu yaxşı düşün. Çünki inanıram ki, mən bacarmışamsa sən də bacararsan. Bu bacarıla bilən bir şeydir. Ona görə istəyirəm ki, artıq hamı onu bilsin. Çox xahiş edirəm. Bir dənə bunu bil ki, içindəki hiss növü nədirsə, indi bizim ana temamız güvəndir burada. Hiss növü nədirsə, onun yuvası sənsənsə, onu sən dəyişdirə bilərsən. Kənar dəyişdirdiyi müddətcə o sənin hissin olmur. O kənarın elədiyi hərəkətlərin çirkinliyi olur. Sənə bulaşmasına icazə verirsən. Münasibətlərdə nə yaşırsansa yaşa, özünü qoru. Çünki sən nə yaşadığın şeylər səni dəyərləndirə bilməz. Mənini də dəyərləndirə bilməz. Hisslərinin növünü də dəyərləndirə bilməz. Dadını çıxart. Ciddən dadını çıxart. Güvən də sənsən, yeri gələndə güvənsizlik də sənsən əslində. Yəni kimsə deyil, kənar deyil. Bir dənə əsas faktordur ki, o uşaqlıqdan məruz qaldığımız şeylər bizə
həyat öyrədir, o həlledici nöqtədir. Amma o ki özünü bilirsən, tanıyırsan və ondan sonra artıq münasibətləri özün qurursan, orada yaşadığın şeylər əslində səni müəyyənləşdirmir. Buranı həll eləsək, bu başlanğıcı həll eləsək, o mənin oradan artıq özünü tapsa, düzəltsə, sonra əslində həyatla elə də bir davamız olmayacaq. Güvən sənsən. Kim səni incidirsə incitsin, o içindəki güvən hissindən vaz keçmə. Çünki inan mənə, hər kəs əvvəl-axır dediyim kimi çirklidirsə çirkliliyini ortaya qoyur, gözəlsə gözəlliyini. Hər kəs əvvəl-axır əslində özünü yaşayır. Münasibətlərin nəticəsi nə olursa olsun, əslində insanlar özlərini ortaya qoyurlar. Ona görə də səndə kiməsə görə o gözəl güvənini, o gözəl sevgi hissini məhv eləmə. Çünki inan ki, həm o hisslə gözəl bir həyat yaşamağa layiqsən, həm də o hissin qarşılığını çox gözəl şəkildə alacağın həyatlar, masalar, dəvətlər, münasibətlər, insanlar var. Hər şey indidən ibarət deyil və yaxud hər şey bitmiş sayılmır. Özünə yaxşı bax, özünlə barışdığın, bol, gözəl, rahat həyat günləri arzulayıram. Hələlik.